Senin bakımına bak. Rengi çox qəşəngdir. Mən çox zədələnmiş saçlar üçündür. Bu Qədir nə edirsən? Puding. Puding edir koca. Yes. Nə qədər? Nə qədər miqdar? 750 milli süd tökmək lazımdır. O da hardasa 750 milli eləyir. 4 stəkana yaxın su stəkanı. Harası bu ölçüdə bir stəkan. 200 milli də. Hə, 200 milliyə yaxındır məncə bunlar. O görə ağzına kimi tam doldurmuş. Wow! Bunlar soyuducuda saxlayacağıq. Yes. Biraz soyandan sonra soyuducuya qoymaq olar, amma Mən dondurmağı sevirəm amma. yuxarı sizə qoymaq məsləhət deyil. Niyə? Çünki sulanır. Ona görə biraz qoydum, biraz özünə gəldi. Sonra Bəli, eşidin. Bəlkə sənə də belə yemək bişirmə səhifəsi açaq, belə food blogger falan olasan. Kocam saçını kəstirib görün nə qəşəng olub. Dön baxım elə. Senin bakımına bak. Kocam şap deyirlər qəşəng bişər. sən deyərsən, o ancaq başqa yetişirlər. Yo, mən də deyirəm. Bu arada sənin iş yoldaşların artıq sənin yanına yazılmaya çalışır. Bilirsən də bunu yəqin. Yazılaq yazıb. Orada Senin Azərbaycan dilində yoxmuş. Sən elə şeydi, make-up ustası olaraq da istek və arzularına, keyflərinə. Kocam onları biraz şey eləyə qarışdırır. Eləyən idisə, eləyər desən. Kəftə də almışam. Qozumuzdan ötürümüzdən. Çox. Amma raftlığın hissədir. Görün necə alınacaq. Bu gün ayın 14-dür. 14-düdür. Mən də yoldaşlarımla gəzməyə gedirəm. Not gəzmək. Səhər yeməyi. Breakfast eləyəcəyik. Sağ ol qoca. Sağ olun. Mənə para verdin. Nə qədər verdin? Mənə pul vermədin. Şaka yapıyorum, verdin. Sağ olun. Can kocama baxın. Mənim Çingiz xanım. Çingiz xan deyə. Taksi gözləyir səni. Tamam. Sağ olun. Ehtiyatlı ol. Baş istirahətlə. Bay bay. Yapı mağazasına da gedəcəm. İnşallah. Qızlar, bugün taksi ilə gedirəm çünki... Sağ ol. Sağ ol. 693 Akçanka. Yaxşı. Taksi ilə gedirəm çünki maşını saxlamağa yer olmur. Mən də əsəbləşirəm. Köşk deyiləm, 21 deyiləm bir yerdir. Neyse, breakfastını çox təriflədilər. Bizdə də bir iş yoldaşım var, gözəl. O dedi ki, çox daha yaxşı yerdir. İndi gedirik ora. Deməli, qızlar belə bir yerdir. Bugün make-up'ım heç yaxşı deyil. İşte burada oturmuş. Necəsi blogger xanım? Bəli. Var. Ticaret mərkəzi var idi və 2 mərtəbəli kapan var. Maşını satdıktan sonra daha rahatlatıcı. Yoxuna gələcək sərnişin olaraq o qədər səb keçirdirəm. Yolda çox əsəb keçirdirəm. Döşəm, çətinlər bunu görə başını sürüklər görürəm. Biraz gün görək ki, səhər. Biraz gün görürəm. Gəlir ki, ben şimdi bıçağı alamayacağım. Ben çok az yedim, tadına bak. Sen de bir kız perdeye kaldı. Götürebilirim. Ben seninle bakarız şeye. Ya yok burada adı. Çıkar koymuş musun? Koymuştum ya. Mesela gelip de. Bak. Yıldır buradayım. Çok mutluyum.
burada. Ya buralarda harda maşın saxlaya bilərlər. Bugün make-up'ım yani Allah var bok gibi. İndi Roseman'dayıq qızlar. Evaline axtarırdım. Bura girdi ama burada Evaline yox imiş. Bu arada Roseman'da sizə bir iki şey tövsiyə verə bilərəm. Frudia'nın bu dodaq balmları çox yaxşıdır. Almağa dəyər. Amma məncə Oriflame'inki çox daha gözəldir. Of course Bioderma. Yəni Bioderma o qədər gözəldir ki. Yəni məncə misiliyarların başı Bioderma olmalıdır. Sodan. Yoldakı güllərə baxın. Necə qəşəngdir. Ay qaş çox qəşəngdir. Alıb da güldü. Alıb da deyir. Şükür elə ki. Hayır. Qədir mənə niyə bu güllərdən almırsan? Qədir. Narahat olma, sənə üçün qəşəng şəkillər çəkdim. Atacağım sənə biraz pis eləyərəm ki, sən mənə belə şəkillərdən. Hey, güllərdən almadım. Yes. Qızlar, Roseman'dan bildiyiniz kimi belə bir çay aldım. İndi dəmləyəcəm. Qədir də istədi. Sən sizə göstərmişdim. Qədir özünə iş masası aldı. Elə bura qoydu. Bugün gül baxımı, dibçək güllərimin baxımını eləmək istəyirəm. Elə videosunu da çəkəcəm. Birinci elə bundan başlayayım. Bu qadın xoşbəxtliyidir. Su verməyən kimi özünü bu vəziyyətə salır. Mən bu arada suyu görmüşsünüz yəqin videolarımdan belə bu şəkildə suluyuram. Güllərimi başqa cür eləmirəm. Bu arada bu gülün bir dənə də balası çıxıb. Çox sırtıq güldür. Zirə gülçülüyə getmişdik. Zirə gülçülüyü də belə uşaqları aparmışdıq oraya ekskursiya kimi. Bizdə uşaqlar evlə özləri əkdilər çiçəkləri. Bizə də müəllimələrə də belə nə deyirlər, biz ona boranı gülü deyirik, bundan verirlər. Mən bu gülü bəyənmirəm, sözünü açıq, mən mamaya aparıb verəcəm. Bu arada mən Zirə gülçülüyə dəfələrlə getmişəm. Güllərimin çoxunu da oradan almışam, əsasda orxideyalarımı. Bir də belə bir şey götürdüm oradan. Görün nə qəşəngdir. Bir neçə dənə özdə 6 dənə xol var burada. Şey oxşuyur, fotosa oxşuyur. Baxın bunlara oxşuyur. Yenə də zoğal turşulu cənnəti istəyirdi ürəyim. Dedim ki bişirim, amma zəhləm gedir soğandan. Yeməyin içində soğan görəndə yeyə bilmirəm. Qızlar demələ sevimli yeməyimi bişirirəm yenə. Soğanları belə kiçik-kiçik doğradım. Çünki böyük soğanlar olanda yeyə bilmirəm. Kərə yağını baya bol elədim. Bu dəfə amma nəsə yaxşı alınmadı. Bilmirəm, soğanlarımı yaxşı bişirmədim. Ya necə, ya ət dadlı deyildi. Amma həqiqətən istədiyim dad deyildi. Məncə soğanları yaxşı bişirməmişdim. Bir də əti də tam stordan almışdıq. Belə normal qəssablardan almamışdıq. Bu da zoğal turşusu daxili idi. Bu arada hər evdə olmalıdır. Siz də bir ədəd alın. Qoyunu və gördüm dibində qalıb su tökdüm. Artıq bu vəziyyətdədir. Suyunu da tökmüşəm yaxşıca. Bu arada mən ətin öz suyunu istifadə edirəm, süzürəm. Sonra zoğal turşusu qoyuram. Çox dadlı deyil, çox gözəldir. Buna albalı vuranlar da var, gilas vuranlar. Mən əvvəl vururdum, sonra hər dəfə də gilas tapmaq olmur sözünü açıq. Ona görə deyirlər, zoğal turşusu ən yaxşısıdır. Bu tərəfdə də nə bişirirəm? Biraz plov eləyəcəm. Amma bildiyiniz plovdan eləməyəcəm də. Yəni sadəcə yağda qovuracam və sonradan su əlavə eləyəcəm. Biraz qaynayacaq. Qızlar, Arzum Beauty-də bir indirim var idi. Məsələn, bəzi məhsullara birini alana, digəri 1 manata kimi indirimlər. Mən də Shake-Bar'ın bildiyiniz kimi bu yaxın zamanlarda 2 dənə şampununu almışdım. Bir dənə də conditioner'ını almışdım. Bu quru və zədələnmiş saçlar üçündür. Bir də Arzu Mizon işbirliyindən çox qurudur, amma rəngi çox qəşəngdir. Dodağıma təsəvvür edin, istifadə elədim. Bu arada görüm neçə qramdır bu. Şəkli 5-də normal, yəni ortalama qramda olur. Rəngi çox qəşəngdir. Mənim çox xoşuma gəldi. Gür görsü rəngində də, amma dodağı hədsiz qurudur. Yəni mək kimidir. Qiyməti də 5 manata düşmüşdü. Qablaşdırması da yaxşıdır, rəngi də çox gözəldir. Dedim ki, bu da əlimin altında olsun. Maraqlı rənglərdən biridir. Elə də göstərim. Dudağımla bu rəng belə olmur.
Qızlar, sizə bir məhsul haqqında danışacağam. Çoxdan da bax bu məhsul haqqında danışmaq istəyirdim. Bu Essence-in Lash Princess False Lash Effect maskarasıdır. Yəni taxma kirpi effekti verən maskarası. Mən bundan love-hate münasibətim var. Yəni həm bir yandan sevib, bir yandan da çox nifrət eləyirəm. Yəni bəzən çox sevib, bəzən də çox nifrət eləyirəm, belə deyim. Amma gördüyünüz kimi ucunda məhsul baxın belə çox maye deyil də belə quru yapıya sahib olan içində məhsul var və fırça da belə böyük olduğundan bütün gözü baxın belə eləyəndə bütün gözü qavrayır. Mənim indi məhsul var gözümdə. Ona görə də tam göstərə bilməyəcəm. Vuran kimi hiss eləyirsiniz ki, gözdə belə kiprikdə həcmlənmə var, bir də ki, yuxarıya doğru qalxıqlıq var. Amma bir maskara ki göz altına tökülür, mən əsəb oluram da. Səhərdən axşama qədər işləyirsinizsə, güzgüyə çox baxa biləcək vaxtınız yoxdursa, həqiqətən çox belə çox bizisinizsə, çox məşğulsunuzsa, bu maskara sizlik deyil, zibillikdir. Çünki məsələn mənim əlimdə sadəcə bu maskara yoxdur, bir çox maskara var deyə, yəni mən günümü qurtara bilirəm, başqalarından da istifadə edə bilirəm. Amma mən bir neçə dəfə bunu istifadə eləmişəm. İlk vurduğum momentdə çox xoşuma gəldi. Hətta bu arada gözümdə hal-hazırda var, düz kipriklərim aşağı düşüb. Bir yerdən sonra bu arada gün boyu yaxşı sizdə belə yuxarıya doğru qalxıqlıq olmur. Çünki məhsul dediyim kimi o qədər çoxdur ki, ilk öncə ağırlıq, yuxarıya ağırlıq verirsiniz, yuxarıya doğru kipriklər əyrilir, qalxır yəni. Amma sonradan bu ağırlıq kirpikləri yavaş-yavaş aşağıya salır. Yəni gün boyu qalxıq kipriklər görə bilməzsiniz. Bunu sizə tövsiyə eləmirəm. Yəni bütün günü kipriklər qalmayacaq, göz altına tökülmələr olacaq, ağırlaşmalar olacaq gözünüzdə. Nope.